Olsundayıq. Bu günləri sizlərlə növbəti kutu videosunu göstərəcəm. Görək nələr çıxacaq. Bax, bu kutulardan çox maraqlı kartlarımız var. Təbii ki, keçən səfər mən bunu canım sizləsin, bunu göstərmişdim. Ona görə bunları bir kənara alıram. İnsə fərqli bir şey keçək. Bunu elə göstərməklə başlamaq istəyirəm. Burada da bende bu kartlardan vardı. Eyni şeylerini sadece olanı göstereyim. Özümde olanları Messi, böyle Yusuf. Tez göstermek istedim. Ener Valencia mesela üçün. Emiliano Martinez. En çok sevdiğim qapıcı. Avropa üzrə deyəm mənəm. Yəqin ki Amerika üzrə sevdiğim ilk qapıcı ola bilər. İkinci qapıcı olaraq mən şeyi seçə bilərəm şəxsən bu dəqiqə. Ederson. Evet, Tibiti Courtois, Eden Hazard, Eşref Hakimi, Luis Suarez, Christian Pulisic, Arrascaeta ve Frenkie de Jong. Hal-hazırda həftənin 6-cı günüdür və ayın 13-dür. Siz bu videonu ayın 14-ü, yəni sabahları izləyəcəksiniz. Mən çəkilişi sadəcə olaraq indidən edirəm. 2 dənə yararlı kalan və digər kart videolarımız isə həftənin 1-ci, 2-ci, 3-cü, 4-cü günü gələcək. Salman Al-Faraj və eyni zamanda kanalımda nə oldu illər ərzində, bir il ərzində olaraq görəcəksiniz. Angel Di Maria, yenidən Eşref Hakimi və Virgil van Dijk, eyni zamanda Dušan Vlahovic'in kartı var. Ben göstereyim onu da. Bir Pepe. Ne diyeyim? Pepe. Evet. Ricardo Pepe. Amerika. Luka Modric. Dünya Kupası'nın kartları da bunlardan. Jan Sommer. Mendy. Aynı zamanda Lozano. Mendy de orada Chelsea'nin kapıcısı. Artık neçənci. Var da çok burada bir şəxsən Eden Hazard o heç söz yox, karyerasını qurtardı, amma karyerasını qurtarmış bir futbolçunu daha göstərəcəm sizlərə. Bax elə hal-hazırda da mənim əlimdə o kart ən çox sevdiyim bir futbolçulardan biridir və göstərim onu da mən sizə. Sergio Busquets. Evet, Sergio Busquets. Kevin De Bruyne keçən həftə, yox, o biri həftə bizim oyunda ola bilmədi. Zədəli idi. Söhbət Napoli Qarabağ qarşılaşmasından gedir. Orada Qarabağ Kevin De Bruyne hazırlamasından sonra 2-0 uzunmuşdu. Alfonso Davies kartlarını gördük. Yeniden Pepe, Jan Sommer, Maguire, Jimenez, Emiliano Martinez, Tibiti Courtois, Savic, Modric. Bak. Hələ ki ben bu kartları göstereyim. Daha sonra isə demək olar ki artıq 4 dəqiqəmiz elə bu kartlara hələ ki bir dənə karta ait getdi. Yəni bir dənə şey ait gedib. Leroy Sané, o da Galatasaray'a transfer oldu. Amma mən onu deyim, Galatasaray'a gedəndən sonra Galatasaray hal-hazırda Çempionlar Liqasındadır. Yəni şəxsən bir şey eləmədim mən deyərəm. Açıq-aşkar. Union Simon. Union Simon da Qarabağa qarşı oynadı. Atletik Klub Qarabağ döyüşün. Yox, Qarabağ Atletik Klubu səhv etmirəmsə, sonra Atletik Klub Qarabağ. Yox, Atletik Klub Qarabağ. Neymar. Və Alisson. Neymar'ın özü dedi ki, mənim bu il yəqin ki axırıncı Dünya Kupası olacaq. Bellingham, Gravenberch, Kane, Al-Faraj. Yəni eyni kartlar gəlibsə tez göstərin dostlar. Çünki digər videoda keçmək istəyirəm kartlara. Siz bunları gördünüz. Bir də bunun içində də vardı. Bilirsiniz ki bu Santana açılışını eləmişdik. Belə kartlar gəlmişdi. Bunun rəngi daha da qızıl idi. Burada ən özəl kartları qoymuşdular. İstərə həmsinin eynidir. Baxın burada özəl olaraq Hugo Lloris, Caser Montes, Erling Haaland
Və şimdi bu Maye Ehle'nin kartı var. Burada belə qızılı rənglərdə. Görürsünüz necə parıldayır bu kartlarda. Elə bunları da qoyaq bu tərəfə. Və bunları tez-tez göstərmək istəyirəm. 3 dənə, 4 dənə belə Neymar. 4 dənə bax belə Alisson. Hər kartdan 4-4 qoyublar və Dušan Vlahovic. Yəqin ki, bu seriyanı az çıxardıblar mənə görə. 4 dənə Ener Valencia, 4 dənə Erling Haaland dedim taşıb. Luka Modric. Erling Haaland da var bu arada, onu diyeyim. Arakaeta. Evet, Arakaeta. Erling Haaland'a gəldik, çatdıq. 3 dənə Premier League kart qoyublar burada da. Onu diyeyim sizə. 420 oyuncu. Kart 67, defans 90, kontrol 95, atak toplam gücü 252, 12,4 milyon. Burada dəyər veriblər buna. Premier League Panini'nin özel kartı. Yəni dediyim kimi kart açılmalı biz davam edirik. Əgər Panini'nin bax belə kartını tapsam alacağım. Açılmalı gələcək. Salman El-Faraj bayaqdan göstərdiyim kartlar və Jude Bellingham və yenilən TBT kurtlar. Evet, bak bu video bitti burada. Bu video yok sadece bu kartlar burada bitti. Bunu yerine koyayım. Ve bu karşılıklı da bağlayaq, bir kenara alaq. Digər bizə artıq kartlarımızı göstərməyə davam edək. Artıq 7-ci dəqiqədəyik bu arada. Digər kartımız olacaqsa, bax belə. Biz Fenerbahçe'nin kartlarından açmışdıq, bilirsiniz. Fenerbahçe'nin kartları qalıb əlində. Bu arada 8 kutu açılımları gələcək inşallah. Yanvar ayından etibarən açılmaya gələcək. İllərdə gözləməyin məndən kart açılımı. Cenk Tosun. İmzalı kartlara göstərsəm. Anderson, Talişka və bunları imzalı araya qoyaq. Rodrigo Pekao, Mert Hakan, Yandaş, Abdoyaziz, Falper, Tuelmas. Belə də gözlərim. Elə hazırda da mənə trend yoldan da bildiriş gəldi bu arada, onu deyim. Futbol kartlarının bildirişi Oğuz Aydın, John Duran, Jadon Osterwolde, Sebastian Szymanski, Anderson, Talişka, Yusuf Enesri, Edson Valles, İsmail Yüksek, Rodrigo Becchio, Tarık Tekin, Miloš Skriniar, Çağlar, İrfan, Canı Ribayat, İncincan Bitergi. Bu arada buradan göstərdiyim bayaq Cenk Tosun, göstərdiyim kartları Cenk Tosun zədələyim. Rodrigo Pekao kadro dışıdır. John Duran səhv etmirəm. Sebastian Szymanski'də az olsa zədələnmə var. Neyse, bu kartlar geri qalaq. Bu da şuna göre Avrupa'nın Bram Fenerbahçe karşılaşmasında sondan sona meydana girdi. Böyle ne davam eləyək? Maraqlı gəlir. Təzə yaxşıkən aldığım kartlar göstərim mən sizlərə. Təzə aldığım kartları. Bunlara birazdan göstərəcəm. Ona görə bura qoyuram. Bəli. Baxın, Dünya Kupası 2026'nın kartlarında təfsirə gəlib arxasında Junior, Neymar, Lionel Messi, Cristiano Ronaldo, Nico Williams və Lamine Yamal'ın bax belə şəkli var və buradan çıxan kartları göstərmək istəyirəm sizlərə. Kerim Benzema, Luka Modric, Luis Suarez, Christian Pulisic, Ciro Immobile, Nico Williams və Neymar. 8 dənə olmalı səhv etməsə. 1, 2, 3, 4, 5, 6, 7 yox. Pilpla, bu da 8. Bunları isə mən dostumdan dəyişdirmişdim. Bax bu kartları indi sizə bunları göstərim. Lionel Messi, Georgian de Arrascaeta, Flamengo'nun futbolcusu. Oliver Giroud. O da ki bir Amerika üzü gördü. Amerikadan sonra yeniden Avrupa'ya geri dönüş eləmək istədi və hal-hazırda Lille'də oynayır. Elə Lille Türk futbolcusu var qapda. Berke Özer, Robert Lewandowski, Granit Xhaka və Aşraf Hakimi. Bu kartları da qoyaq bir kənara.